vlogdur. Herkese salam. Demişdim ki, məni səhnəyə qaytarsa, Aygün Kazımova qayıt. Demişdim ki, bir də mən televizora çıxmayacağım. Bir də mən çıxsam, gərək ancaq Aygün saatından gedəm. Paltarımı da seçdim. Gedəcəyik Aygün Kazımova ilə çəkilişə. İnşallah ki, yaxşı keçər. İnşallah ki, şəkilə və yaxud da ki, videoya icazə verər. Biz düşünmək istəmirəm. Spin room edition. Herkese salam. Gözlənilən an. Saçlarıma maska sürtürəm. Uzanan saçlarımdır. Güneş kimi saçırıq bugün. Çünki Aygün Kazımova'ya saat imza əsərim saatlarından birini televizora aparacaq. Çəkilişimiz olacaq. Lakin əgər alındıra bilsəm, Aygün saatını başqa cür dizaynda edəcəm. 2 gündə evə getməmişim. Həmişəki kimi ömür boyu mənim videolarım 2 gündə evə getmirəm, 3 gündə evə getmirəm. O üçün belə bu vəziyyətdə də çıxıb material götürməyə də utanıram. Hal-hazırda çox yorğun və çox pis vəziyyətdəyəm. Amma bu günləri materialları çatdırmaq üçün bir neçə dənə yerə girəcəm. Dalbadal materiallar alacağım və elə bir dizayn olmalıdır ki, həmişəkilərdən fərqlənsin. Ona görə də mən eskizdə çəkirəm, fikirləşirəm ki, necə Aygün saat. Hə, deməli dostlar, bilirsiniz ki, son zamanlar biraz həvəsim ölübdür hər şeyə. Demişdim ki, məni səhnəyə qaytarsa, Aygün Kazımova qayıt. Demişdim ki, bir də mən televizora çıxmayacağım. Bir də mən çıxsam, gərək ancaq Aygün saatından gedim ora. Aygün Kazımovanın logosundakı saat formasında da eləmək olar. Prosta logosundakı günəşin çıxıntıları çox nazik gedir. Ona görə də indi fikirləşirəm ki, necə bir eskiz çəkmək, həm də fərqli bir Aygün saatı, yəni ki, hamıda olan kimi yox, biraz nəyəsə dəyişikliklər etmək lazımdır. Düşünürəm, bir dənə də xaçapuri almışam, qəşəng giyirəm onu. Heç bilmirəm nə edəcəm, mənə çox maraqlıdır. Heç nə. Bir tərəfdən də zakazları düzəldirəm. Adətən əl işlərini aparanda, proqramda az vaxt verilirsə, az yer olursa, yəni ki, mən çıxmıram. Lakin danışacağımız bir vaxt müddəti varsa, mən çıxıram. Burada bu vlogu niyə çəkirəm? Çünki ola bilsin ki, mən canlı yayına çıxmadım. Ona görə də sadəcə olaraq, yəni emosiyalarımı necə görən keçər, necə olar, maraqlı bir vlog kimi çəkmək istəyirəm. Heç nə, bunu görməsəz də oradan bir dənə uğurlarınızı mən burada alıram ki, çatdıra bilim. Kraska qarşıladığım stəkanda da kofe içirəm. Bu gecə olanlar olacaq, etirazdan aləm yanacaq, qanunlar bozulacaq, bu gecə sənin yadında qalacaq. Bu videonu YouTube'a daha gec yükləyirəm. TikTok'da artıq 270 min izlənmə gəlmişdi. Bir çoxları dedi ki, Günaya oxşuyur. Lakin sırf Aygünə özəl saatı digər saatlardan fərqləsin deyə yeni bir forma və dizayn da etdik. Formasını məndə evimdə bir dənə günəş sepi var idi. Onun eskizindən götürərək kəsdirdim. Yəni ki, sırf uşaqlıqdan ən çox sevdiyim günəş saatını bir eskizə çevirdik və üzərinə də Aygünün səhnələrə çıxarkənki
loqosundakı kimi ay forması əlavə olundu. Bəziləri həmişə kimi tənqid etmişdi ki, bu Aygün olmadı, Günay oldu. Amma onu da qeyd edək ki, Aygün xanımın öz səhnəsindəki loqosunda da həmçinin ay bu formadadır və günəş iri formada təsvir edilibdir. Ona görə də mən də elə buradan yola çıxaraq belə bir dizayn etmək qərarına gəldim yenidən. Deməli, gecə saat 2-dir. Dırnaq ustama demişdim ki, verilişə gedəcəm, təcili gəlib dırnağımı düzəltdirməliyəm. Artıq 10 ildən çoxdur ki, dırnaqlarımı onda düzəltdirdiyim üçün saat neçədə də istəsəm gedirəm və qəbul edir. Çox sağ olsun. Dəsti geyinərkən gördüm ki, şalvarın qırağında zamokun yanı süzülübdü. Niyə belə olub heç bilmədim. Çünki sifariş etdiyimdən bu yana heç vaxt geyinməmişdim də. İlk dəfə geyinəcəkdim. Yəqin ki, veşolka ilişmişdi. Cəmi 2-3 saat vaxtım var yatmağa. Ona görə də mamadan ora notlar qoyub xahiş elədim ki, tiksin. Saat 4-5 olardı, evə gəldim. Sadəcə biraz yatıb durub makyaj elədim. Bəziləri bəlkə də burada da deyər ki, makyajsız daha gözəlsiz. Amma ki, onu qeyd edeyim ki, mən qara göz yox, rəngli göz xoşlayıram. Bəlkə də lenzanı daha tündün almalıyım ki, sizi fərq belə çox görsənməsin. Gecədən seçdiyim paltarların arasından yenə də bu ikili dəsti geyinməyin üzərində qaldım. Deməli, mən hazırlaşdım. Makyaj, full make-up. Paltarımı da seçdim. Gedəcəyik Aygün Kazımova ilə çəkilişə. İnşallah ki, yaxşı keçər. İnşallah ki, şəkilə və yaxud da ki, videoya icazə verər. Biz düşünmək istəmirəm. Yəni, ardında sizlə bölüşəcəm. Nələr eləyəcək, neyəcək. Deməli, dırnağımı da düzəltdirdim ona uyğun. Görürsünüz buradan. Hə, heç nə. Davay. Лена, приподними это. Приподними. О, закрой, да, закрой. Спину ровно держи. İçeri bırakmadılar. Materinskое сердце, az qala ağlayır уже. Bu da sizin için, eviniz için, yeni bağınız için hediyedir. Ne kadar güzeldir. Bəli, bu sizin içindir. Biz Nərmin xanıma, Nərmin xanım, teşekkürler canım. Gələcək, evin bütün aksesuarları. Canım, əzizlərim. Bax, Aygün xanım, bu da görürsünüz can. sizin için, eviniz için, yeni bağınız için hediyedir. Ne kadar güzeldir. Bəli, bu sizin içindir. Biz Nərmin xanıma, Nərmin Müslimovaya Nərmin təşəkkür xanım, edirik. teşekkürler canım. Bəli, sizin için hazır. Bu da mənim evimdə olacaqdı, əzizlərim. Yəni 100% əmin ola bilərsiniz. Aytəkin gələndə Allah qoysa İnşallah. verilişə çəkməyə mənim evimi inşallah. İnşallah. Onda deyəcək, bu bizim verilişimizdən gəlib. O Aygün bizim verilişi. Bu məsələn filan verilişdə yadımıza bax beləcə əzizlərim, əziz sənət dostlarım, əziz istedadlı yaradıcı insanlar, sizin hədiyyələrinizlə elə mən evimi bəzəyəcəm. O deməkdir ki, yəni Aytəkin, mən doğrudan da çox xoşbəxt oluram belə anlarda. Evet. Çünki bu da bir dəstəkdir də mənə. Bəli, əlbəttə ki, hər Sevənlərin zaman tərəfindən evimi gözəl bəzəməkdə Etraftan alem yanacak. Bütün kaynağı
Hər şey çox qarışıq keçdi. Hə, bilirsiniz, mən stres oldum. Hərəkət eləyə bilmirdim birincisi. İkincisi çox soyuq idi. Titrətmə gəldi, stres gəldi. Ürəyimə spazm gəldi. Yəni ki, hələ də halım pisdir. Ürəyim dayanmadan döyünür. Pulsum artmışdı da. Məndə hərdən olur. Saniyədə 200-ə qalxır, 150-yə qalxır. Hiss elədim ki, necə mənim ürəyim göynəyir. Mənə su gətirdilər. Yəni məni videomuzu, şəklimizi çəkdik. İnşallah ki da evindən də asar. Heç nə belə. Yəni deməli, televizordan sonra şaurmada oturub yemək yeyərkən sizə artıq demişdim ki, çox stres və həyəcan keçirdim və əlbəttə ki, çəkilişdən sonra səhərsi günü çox baş ağrılarla oyandım. Təzyiqim qalxıb düşürdü. Qızdırmam 39 yarım idi və xəstələndim. Videoların davamı üçün abunə olun. Digər sosial şəbəkələrdən də məni dəstək olmağı unutmayın.